Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi təqsirləndirilən şəxslərin son sözləri ilə davam edir. Əvvəlcə təqsirləndirilən Lyobomnonyan məhkəmədə son sözünü davam etdirdi. Qeyd edək ki, təqsirləndirilən şəxslərə son sözlərini söyləməsi üçün kifayət qədər vaxt ayrılıb və şərait yaradılıb. Artıq bir neçə iclasda təqsirləndirilən şəxslər məhkəmədə son sözlə çıxış edirlər və hətta bəziləri 2-3 gün müddətində sözlərini söyləyiblər. Təqsirləndirilən Lyobomnonyan da dekabrın 22-sində keçirilən iclasda son sözünü söyləməyə başlamışdı. Təqsirləndirilən ona qarşı irəli sürülən ittihamla, həmçinin dövlət ittihamçılarının çıxışlarında, zərərçəkmişlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrində səsləndirdiyi sübutlarla razılaşmadığını bildirərək əks mövqeyini çatdırdı. Dedi ki, qondarma rejimin dırnaqarası ordusunun fəaliyyəti müdafiə xarakterli idi. O iddia etdi ki, nizami ordunun tərkibində xidmət edib və fəaliyyəti dırnaqarası sakinlərinin müdafiəsinə yönəlmişdi. Lyobomnonyan ittiham edildiyi cinayətlərin sübut olunmadığını vurğulayaraq özünü ona qarşı irəli sürülən ittihamla təqsirli hesab etmədiyini dedi. Həmçinin qərar qəbul edilərkən məhkəmədə söylədiklərinin əsas götürülməsini xahiş etdi. Bundan başqa təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi bütün foto və videoların iş materiallarına əlavə olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs son sözünü tam çatdırması üçün ona şərait yaratdığına görə məhkəməyə təşəkkürünü bildirdi. Sonda 51 səhifəlik çıxışının mətnini məhkəməyə təqdim edərək protokola əlavə olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən Arkadi Qukasyan son sözündə əvvəlcə vəkillərinə təşəkkürünü bildirdi və ittiham tərəfinin təqdim etdiyi dəlillərlə razılaşmadığını dedi. Qeyd etdi ki, nə birbaşa, nə də dolayısıyla Qarabağda baş verən hadisələrdə iştirak etməyib. İnsanları öz ardıca aparmaq üçün həyat təcrübəsi, mənəvi nüfuz lazımdır. Həmin dövrdə belə insanlar var idi və onlara güvənirdilər. Bu şəxslərə hörməti olmasına baxmayaraq, başqasının törətdiyi əməllərə görə məsuliyyət daşıya bilməz. Arkadi Qukasyan Sovet Qarabağ qəzetində yalnız özünün yazdıqlarına görə məsuliyyət daşıdığını dedi. Qondarma rejimin dırnaqarası təhlükəsizlik şurasında təmsilçiliklə bağlı isə bildirdi ki, orada tutduqları vəzifəyə uyğun 7-8 nəfər var idi. İddia etdi ki, onun bütün istəklərinə baxmayaraq, orada iştirak etmək və qərar qəbul etmə səlahiyyəti yox idi. Yeganə iştirak etdiyi bir tədbir olub. Arayik Harutyunyan onunla və Bako Saakyanla əlaqə saxlayaraq ayrıca görüşmə imkanının olmadığı və vaxt azlığı üçün onlardan dırnaqarası şuranın genişləndirilmiş müşavirəsinə qatılmağı xahiş edib. Həmin müşavirədə 70-ədək şəxs iştirak edib. Arayik Harutyunyan iştirakçıları üç tərəfli bəyanatın şərtləri ilə tanış edib. Qarabağdakı vəziyyət barədə məlumatlandırıb. Arkadi Qukasyan 2007-ci ildə siyasətdən getdiyini və bir daha qayıtmadığını, hətta bu barədə düşüncəsinin belə olmadığını, o dövrdən sonra qondarma rejimdə 4 dırnaqarası prezident, 3 dırnaqarası parlament seçkisinin keçirildiyini və heç birində birbaşa və ya dolayısı iştirak etmədiyini dedi. Sonda Arkadi Qukasyan ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmədiyini söylədi. Sonra təqsirləndirilən Bako Saakyan məhkəmədə son sözlə çıxış etdi. O da hüquqlarını müdafiə edən müdafiəçilərinin fəaliyyətinə razılığını bildirdi. İttihamın ayrı-ayrı maddələri ilə bağlı əks dəlillərini səsləndirərək dövlət ittihamını müdafiə edən prokurorların çıxışları, həmçinin irəli sürülən ittihamlarla razılaşmadığını söylədi. Bako Saakyan Şuşanın işğalında iştirakından danışarkən belə dedi. Məhkəmə istintaqı başlayanda mən vəkilimə demişdim ki, bəli, Şuşada iştirakımla bağlı epizod var və mən bunu məhkəmədə gizlədə bilmərəm. Qeyd edək ki, dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamın məhkəmə istintaqında sübutların tədqiqi zamanı təsdiqini tapdığını bildirərək Arayik Harutyunyan, Lyobomnonyan, David Manukyan, David Babayan və David İşxanyanın ömürlük, Arkadi Qukasyan, Bako Saakyan, Madat Babayan və Melikset Paşayanın 20 il, Qarik Martirosyanın 19 il, David Allaverdiyanın 18 il, Levon Balayanın 17 il, Vasili Beqlaryan, Gurgen Stepanyan və Erik Qazaryanın 16 il müddətinə azadlıqdan məhrum olunmasını istəyiblər. Bildirilib ki, təqsirləndirilən Arkadi Qukasyan, Bako Saakyan və Madat Babayanın ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqında sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxslər 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrum etmə
məhkəmə cəzasının təyin edilməsi mümkün deyil. Müdafiəçilərin əksəriyyəti isə məhkəmədən hüquqlarını müdafiə etdikləri təqsirləndirilən şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. Proses dekabrın 26-sında digər təqsirləndirilən şəxsin məhkəmədə son sözünü söyləməsi ilə davam edəcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Ana Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.